Selamun Aleyküm və Rəhmətullah. Açarı itirmişəm. Bu problemlə bir qardaş mənlə əlaqə saxladı və bəzi nüansları bilmədiyi üçün qardaşın problemi artıq Çinə qədər uzandı ki, maşının bloku çıxıb Çinə getməlidir. Açar oxudulmalıdır, təzədən yenidən açarla bərabər blok geri qayıtmalıdır. Yəni uzun bir proses. Lakin video var, uzun video. Orada bütün nüansları danışmışam. Nə etməliyik, nə etməməliyik. Bu videonu mütləq və mütləq məsləhətim odur ki, baxın, dinləyin və problemlərdən agah olun ki, sabah Allah qorusun, sizin də başınıza gəlsə, problemi kiçik xərclərlə həll edə biləsiniz. Paylaşın, müasir maşınlar olanlara xəbərdar olsunlar, insanlar xəbərdar olsun, əziyyət çəkməsin. Allah'a əmanət olun. Selamun Aleyküm və Rəhmətullah.